Əziz bacılar və qardaşlar, hər birinizi Rəbbin sevgisi ilə salamlayıram. Gəlin birlikdə biz müqəddəs kitabdan bir yerə nəzər salaq və onu birlikdə oxuyaq. Romalılara 12-ci fəsil 17-ci ayədən 21-ci ayədək oxuyaq. Romalılara 12, 17, 21. Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin. İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın. Ey sevimlilər, heç kəsdən qisas almayın. Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: qisas mənimdir, əvəzini mən verəcəyəm. Əksinə, düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən. Pislik sənə üstün gəlməsin. Pisliyə yaxşılıqla qalib gəl. Amin. Əziz bacı və qardaşlar, biz elə dünyaya da yaşayırıq ki, pislik, şər sadəcə mövcud deyil. O, fəal şəkildə, aktiv şəkildə iştirak edir həyatımızda. O, hər yerdə var. Elə vaxt olur ki, o insanı yaralayır, pislik, alçaldır, təhrik edir və təbii olaraq eyni ilə cavab vermək istəyini yaradır. Bu xüsusilə bir çox ölkələrdə azlıqda yaşayan imanlar təcrübəsində aydın görünür. Onlara qarşı təzyiq olur, haqsızlıq, istehza və bəzən də açıq düşmənçilik də ola bilər. Oxuduğumuz yer Romalılar idi. Həvari Pavelin Romalılara göndərişi idi. Romada eyni ilə bir şey var idi. Orada imanlara qarşı hamısı durmuşdular. Hər bir imanlı təzyiq altında qalırdı. Onlar təqib olunurdular, təzyiqə məruz qalırdılar. İmanlara qarşı çıxırdılar və onları çox incidirdilər. Elə məhz belə bir şəraitdə Allahın çağırışı bugün bizə deyir. Bəlkə də bizə, insanlara bu çağırış təbii gəlməsin. Amma öz mahiyyətinə görə o fövqal təbiidir. Və 21-ci ayədə yazılıb ki, pisliyi yaxşılıqla məğlub et. Əlbəttə, biz öyrəşmişik ki, deyirlər ki, kim sənə pislik edirsə, sən də ona elə ginə. Sənə kim nə edirsə, sən də onu etkinə. Həvari Pavel bu sözləri hər gün haqsızlığa məruz qalan imanlılara yazır. Onları həqiqətən də incidirdilər, alçaldırdılar, təhrik edirdilər. Paul isə deyir, bu vəziyyətdə yalnız bir yol var. Bu da Allahın yoludur. Bu yol qisas almaq yox, Məsihin xarakterini göstərməkdir. Bugün biz oxuduğumuz mətndən 3 əsas həqiqəti götürüb, onları real həyatdan nümunələrlə aydınlaşdıracağıq. Beləliklə, Romalılara 12-17. Məsihçi pisliyə pisliklə cavab vermir. Heç kəsə pisliyə pisliklə cavab verməyin. Əlbəttə, biz bunu oxuyanda deyirik, axı necə? Mənə pislik ediblərsə, mən niyə görə etməyim? Mən ona necə yaxşılıq edə bilərəm? Həqiqətən də bu gözəl səslənir. Pisliyə cavab verməyin. Amma gəlin dürüst olaq. Bizə zərər vurulduqda bizim ilk təbii reaksiyamız nə olur? Cavab vermək. Düzdür? Bu insan təbiətinin təbii bir göstəricisidir. Fikir verin, sizə yaxşı söz deyiləndə
sizin üzünüz gülür, siz xoş baxırsınız o adama. Amma sizi söyəndə siz sifətinizi turşudursunuz, baxırsınız ona qəzəbli, düzdür? Və bəlkə də cavab verirsiniz ona. Başqa bir misal, indi sözlə dedimsə. Kimsə sizi vurur. O saat insan nə edir? Təbii olaraq deyir ki, sən məni vurdun, bura gəl görüm ha. Düzdür, insan o saat reaksiya verir. Amma Həvari Paul deyir ki, Məsihi tanıyan insan başqa cür yaşayır. Nə cür yaşayır? Deyir, çünki Məsihi tanıyan insan belə olmalıdır. Biz Allahın bizə necə rəftar etdiyini xatırlamalıyıq. Məzmur 102:10-da yazılıb. O bizə günahlarımıza görə rəftar etmədi və əməllərimizə görə cəza vermədi. Əgər biz öz həyatımız haqqında fikirləşsək və görsək ki, bizim həyatımızda nə qədər günah var, biz deyərdik ki, ay Allah, sən yəqin ki, bizi çoxdan gərək öldürməliydin. Və əvvəllər ələ imanlı olmamışdan qabaq, mən ələ uşaq ikən eşidirdim ki, bir çoxları deyirdilər ki, günah eləsən, Allah sənin başından vuracaq. Amma özləri günah edirdilər. Və insanda belə bir hardasa qorxu yaranır ki, günah edərəm, birdən məni Allah öldürər. Allah istəmir ki, sən öləsən. Allah istəyir ki, sən xilas olasan. Bəli, günaha görə Allah cəzalandırır, hətta bu həyatda. Kiməsə xəstəlik verir, kiməsə hansısa bir problem yaradır ki, insan dayansın, fikirləşsin, o çirkin əməllərindən, günahdan çəkilsin, tövbə etsin, dəyişsin. Müqəddəs kitabda Məzmur 102:10-da yazılıb, biz ona qarşı günah işlətmişik. Amma o bizə lütf göstərdi. Fikir verin, İsa Məsih çarmıxa çəkəndə ona qədər nə qədər əziyyət çəkdi? Onu döydülər, onu söydülər, onun üzünə tüpürdülər, qamçıladılar, onun paltarlarını əynindən çıxartdılar, cırdılar. Onu ələ salırdılar. O bu vəziyyətdə çarmıxda olarkən, öz qanını axıdarkən, bəlkə də kim olsaydı onun yerində deyərdi ki, məhv olsun bu dünya. Onun bir dənə bu sözü ilə bütün mələklər yerlə yeksan edərdilər bəlkə dünyanı. Və onun o səlahiyyəti çatırdı ona. Amma baxın o nə dedi? Ata, onları bağışla. Çünki bilmirlər nə edirlər. Həvari Paul deyir ki, Məsihi tanıyan insan başqa cür yaşayır. Çünki dünya bizim davranışımızı izləyir. Çoxsu bilirlər ki, siz məsihçisiniz. Və sizə nəzarətlə baxırlar beləcə. Görürsən, bu necə yaşayır? Necə hərəkət edir? Bilirsiniz, biz burada İsa Məsihi təmsil edirik. Onun adını daşıyırıq. Biz Məsihçiyik, onun balalarıyıq. Və bizim həyatımızda nə olursa olsun, ya ona izzət olacaq, müqəddəs kitab bu haqda deyir, ya da bizim düzgün həyatımız əgər yoxdursa, o söyləyəcək. Matta 5:16 yazılıb. Sizin nurunuz insanların qarşısında elə parlasın ki, insanlar sizin yaxşı əməllərinizi görüb, göylərdə olan atanıza həmd etsinlər. Bizim həyatımız elə olmalıdır ki, biz öz həyatımızda İsa'nı göstərməliyik. Ki, bizim həyatımız, bizim əməllərimiz, bizim etdiklərimiz onun məhəbbətini əks etdirsin. Bizim cavabımız sözsüz bir təbliğdir. Bəlkə də siz İsa Məsih haqqında danışmayasınız. Amma sizin həyat tərziniz onu göstərməlidir. Və bir çox insanlar sizə baxıb İsa Məsihə gələ bilərlər. İnsanlar bizim rəftarımız və həyatımızın vasitəsilə İsa Məsihi
görə bilərlər. Bir qardaş iş yerində həmkarları tərəfindən davamlı olaraq təhqirlərə məruz qalırdı. Bir gün həmin həmkar rəhbərliyin qarşısında o imanlı qardaşa qarşı ağır böhtan atır. O qardaş şikayət yazmaq istəyir. İstəyir şikayət yazsın, şahid gətirsin, özünü müdafiə etmək istəyirdi. Amma dayanıb dua etdikdən sonra fikirləşir ki, mən eyni ilə niyə görə cavab verməliyəm? Və hər şeyi verir Allahın əlinə. Bir neçə ay keçdikdən sonra həmin həmkar, hansı ki onu böhtan atmışdı, şər atmışdı onun boynuna, çətin vəziyyətə düşür. Ailəsində problemlər yaşanır. Və bilirsiniz, hara yaxınlaşır? O birilə insanların yox, özü kimi olanların yanına yaxınlaşmır. Həmin məhz imanlı insanın yanına yaxınlaşır və kömək üçün ona müraciət edir. İmanlı qardaş deyir, mənə niyə görə yaxınlaşmısan? Axı sənin o qədər tərəfdaşın var. Mənə niyə görə yaxınlaşdın? O isə deyir, sən tək insan idin ki, məndən qisas almadın. Səndə mən başqa bir şey gördüm. Həqiqətən də bu, hər kəs qarşısında yaxşılığa diqqət yetirir. Bu bir canlı həyatın nümunəsidir. Məsihçi mümkün qədər hamı ilə sülh içində yaşamağa çalışır. Romalılara 12-18-də yazılıb. Əgər sizin tərəfinizdən mümkündürsə, hamı ilə sülh içində olun. Əlbəttə, biz sülhə çağırılmışıq və biz sülhə qarşı getməliyik ki, sülh yaransın. Amma bir çox insanlar sülhü istəmirlər. Gəlirsən onların yanına, amma onlar üz çevirirlər. Addım atırsan, amma onlar çəkilirlər. Çalışırsan onlarla ünsiyyətə girmək, amma onlar üz döndərirlər. Bəs o zaman necə olaq? Axı, Rəbb bizi sülhə çağırıb. Burada gözəl bir yazılıb ki, əgər sizin tərəfinizdən mümkündürsə, siz etdiyinizi artıq edirsiniz. Əgər o insanlar sizi qəbul etmirlərsə, siz artıq etdiniz o hərəkəti, addımı. Artıq qalan şey onların üzərindədir. Bilirsiniz, müqəddəs kitabda bir çox yerlərdə mən oxuyanda görürəm ki, məsəl üçün yazılıb ki, Allahın sözünü donuzların qabağına atmayın. Niyə? Çünki sən gəlirsən, başa salırsan, amma onlar başa düşmürlər. Etmə. Çəkil qırağa. Əgər başa düşmürlərsə səni, əgər Allahın sözünü başa düşmürlərsə, sülh istəmirlərsə, qoy öz fikirlərində qalsınlar. Həvari Pavel açıq şəkildə deyir, bəzən bu mümkün olmaya da bilər. Hər şey bizim əlimizdə deyil. Amma nə bizim əlimizdədirsə, biz onu etməliyik. Sülh fəal olmaq deməkdir. Efeslilərə 4-cü fəsil 3-cü ayədə yazılıb. Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın. Bu heç də öz-özünə həll olunacaq bir şey deyil. Bu, qarşı tərəfə yaxınlaşmaq, anlaşılmazlıqları aydınlaşdırmaq, bağışlamaq və razılığı axtarmaq deməkdir. Yəni, qıraqda oturub demək ki, əşi, danışmır mənə, danışmasın da. Özü bilər. Yox, sən fəal olmalısan. Sən gərək çalışmalısan ki, sizin aranızda sülh olsun. Amma görürsən ki, əgər o sülhü istəmirsə, sən etdiyini etdin. Bilirsiniz, bir çox insanlar, onlar ruhən ölü olurlar. Bilirsiniz, İsa Məsihin yanına yaxınlaşıb biri deyir ki, mən istəyirəm
sənin dalınca gedim. Amma imkan ver, mən gedim birinci atımı bastırım. Sonra gəlim arxanca gedim. Maraqlı bir şeydir. Əlbəttə ki, hər bir oğlun vəzifəsidir ki, əgər atası ölübsə, onu bastırsın. Amma burada bir belə cavab alır. Qoy ölülər öz ölülərini bastırsın. Nə demək istəyirdi oyuna? Yəni ki, gedib bastırma. Yox, çünki o insanlar hansılar ki, onlar ölüdülər ruhən. Onlar qəbul etmirlər səni. Çox vaxt insanlarla danışırsan, elə bir divarla danışırsan. Onlara söz deyirsən, Allahın sözü gedir, çatır, təzdən qayıdır sənə tərəf. Onlar eşitmirlər Allahın səsini. Onlar istəmirlər sülh olsun. Müqəddəs kitab deyir ki, heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Yanınızda saxlayın ki, sülh qurban tələb edir. Qoy hər biriniz itayətkarlıqla digərini özündən üstün saysın. Çox vaxtı biz deyirik, niyə axı mən yaxınlaşmalıyam? Qoy özü yaxınlaşsın mənə. Və yaxud da ki, bizdə Azərbaycanda çox vaxtı bunu deyirlər də, mən yaşlı ondan böyüyəm. Qoy özü yaxınlaşsın mənə. Və yaxud da ki, xeyr ola, mən məbədə gör neçə ildir gəlib gedirəm, o isə təzə gəlir hələ. Mən onun ayağına getməliyəm. Və belə-belə şeylər və s. də çıxır ortalığa. Bu nə deməkdir? Bu müqavimət deməkdir. Yəni, sən istəmirsən ki, sülh olsun. Sülhü istəyən insan heç bir şeyə baxmır. Addım atır. Qoy hər birimiz itayətkarlığa digərini özündən üstün saysın. Bəzən sülh üçün öz haqqımızı bir kənara qoymaq, egomuzu isə cilovlamalıyıq. Sülh şəhadətdir. İbranilərə 12-ci fəsil 14-cü ayədə yazılıb. Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın. Çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək. Heç bir imanlı bu günləri deyə bilməz ki, əgər mən Allahla mənim aramda sülh var, nə olsun ki, məndə o ilə yoxdur. Amma Allahla var ki, əsas. Əgər yoxdursa, çalış, yarat. Əgər istəmirsə, o başqa söhbətdir. İnsanlar, yadınızda saxlayın, səs küyləri yox, sülh və barış gətirənləri həmişə xatırlayırlar. Bax, çox vaxtı mənim ətrafımda olan imansız mənim qohumların arasında görürəm, söhbət eləyəndə, o məqamdır da, hansısa məqamdırsa, çalışırsan, sən də başlayasan deməyə neysə. Görürəm ki, deyirlər ki, bu insan çox yaxşı insan. Baxmayaraq ki, həmişə çalışır ki, qohumları bir-birlərinə barışdırsın, bir-birlərinə gəlib gəl-ged olsun. Yaxşı bir nümunədir. Və ondan istifadə edib demək lazımdır ki, İsa Məsih də onu istəyir ki, insanlar Allahla barışsınlar, sülh olsun onların arasında və insanlar bir-biri ilə sülh içində yaşasınlar. Bir məbəddə iki ailə arasında kiçik bir anlaşmazlıq səbəbindən uzun müddət biri-birinə qarşı kin içində yaşayırlar. Balaca bir şeylərdir. O mənimlə salamlaşmadı. Nəsə o mənə düz baxmadı. O sözü nəsə düz demədi. Azərbaycanda var axı elə şeylər. Və s. şeylər ucbatından iki ailə biri-biri ilə danışmırdılar. Mənbədə gəlirdilər, ayrı-ayrılıqda otururdular, yanlarından keçəndə üzlərini döndərdilər bir-birlərindən, amma birlikdə məbəddə idilər. Və bu aylarla davam etdi. Axırda aralarından bir ailənin arasından bir bacı oturub dua edərkən fikirləşdi ki, buna son qoymaq lazımdır. Nə qədər olar ki, bizim ailələr bir-birlərinə qarşı görəndə bir-birlərini üz döndərəcəklər. Olmaz belə axı. Biz gəlirik Rəbbi izzətləndirməyə, amma bir-birimizlə danışmırıq. Özünə qərar verir ki, artıq yetər.
Gedir bir dənə dükandan tort alır, gedir həmin ailəyə, qapını döyür, deyir. Bilirsiniz, mənim üçün əsas bizim sülh içində olmağımızdır. Gəlin hər şeyi qoyaq qırağa. Və o anda əvvəlcə həqiqətən də özünü sındırmaq lazımdır o şey etmək üçün. Həqiqətən də bəlkə də o insan o zaman utanır. Amma qarşı tərəfdə utancaq bir vəziyyətdə qalır. O da başlayır utanmağa. Və bəlkə də eləncə insanlar görüşəndə başlayırlar biri-birindən üzr istəməyə. Və üzr istəyərək təzədən o münasibətlər bərpa olunur. Və təzədən o ailələr, bu yəni həyatdan götürülən bir şeydir. Yəni başlayırlar bir yerdə dostluq etməyə, gəlməyə məbədə və birlikdə Allahı izzətləndirməyə. Yanınızda saxlayın ki, çox vaxtı biz öz gücümüzə güvənirik. Amma bu düzgün deyil. Çox vaxt istəyirik nəyisə öz gücümüzlə nail olaq. Amma imanlı həyatında kimə güvənməlidir? Allaha. Məsihçi Allahın hökmünə güvənir və lütf ilə cavab verir. Qisası Allaha həvalə edir və lütflə cavab verir. Romalılara 12-ci fəsil 19-21. İmanlı başa düşməlidir ki, qisas bizim işimiz deyil. Halbuki insan təbii olaraq ona pislik edəndə nə deyir? Dayan, mən onu göstərəcəyim. Çox vaxtı fikirlər gəlir, o ruslar demir, я еще ему покажу. Müqəddəs kitab deyir, heç kəsdən qisas almayın. Qisas mənimdir. Əvəzini mən verəcəyəm. Bilirsiniz, bax, elə vaxt olur ki, baxırsınız, bayırda uşaqlar oynayır və sizin uşağınızı başqa bir böyük bir uşaq döyür. Ondan böyükdür, güclüdür, döyür. Valideynin o saat reaksiyası nə olur? Çıxmağa və onun qarşısını almağa. Neyinirsən? Düzdür, uşaq cavab verə bilmir. Çünki imkansızdır, gücü yoxdur. O demək deyil ki, gəlib sən də o uşağı döyürsən. Amma saxlayırsan, deyirsən, bu neyinirsən? O səndən birinci balacadır. Sən onu kömək etməlisən, sən isə onu döyürsən. Biz Rəbbin balalarıyıq. Çox vaxt biz onu unuduruq ki, biz Rəbbin balalarıyıq. Rəbb deyir ki, sizə toxunan mənim göz bəbəyimə toxunmuş olur. Görün, nə qədər biz onun gözündə əhəmiyyətliyik. Nə qədər qiymətliyik. Sizə bir şey edənlər Allahın qabağında, Allahın qarşısında cavab veriləcəklər. Və real həyatda çox olub ki, imanlara qarşı kim nə edibsə, Allah o insanları cəzalandırıb. Deyirsən, etmə. Sən sadəcə ver mənə. Və müqəddəs kitab bilsinə deyir, ən dəhşətli bir şey deyir, Allahın əlinə düşmək çox dəhşətli bir şeydir. O insan ki, hansı ki, Allahın, iki dənə şey yazılıb orada, ən dəhşətli şeylərdir. Bir, Allahın əlini insanın üzərindən götürmək. İki, Allahın əlinə düşmək. Əgər imanlı heç nə etmirsə, qisas almırsa, o zaman o Allahın əlinə verir o insanı. Maraqlıdır burada. Qanunun təkrarında deyir ki, 32-35-də, qisas mənimdir, əvəzini mən verəcəyəm. Qisas almaq Allahın səlahiyyətinə mənsubdur. Biz onun yerinə qərar verə bilmərik. Bizim məhkəməmiz qısa müddətli və qərəzli ola bilər. Amma Allahın hökmü, yalnızca saxlayın ki, ədalətlidir və mükəmməldir. Belə bir nümunə götürüm. Bir dəfə bir jurnalda bunu oxumuşdum ki, bir pastor haqsız yerə ittiham olunur. Biri çıxır məbəddə və o pastorun
adına şər atır. Və bu da baş verir Amerikada. Və özünüz bilirsiniz ki, orada ad böyük bir rol oynayır. Və əgər sənin adına bir pis bir şey çıxıbsa, o zaman sən hər şeydən məhrum olursan. O pastora xidmətini və öz nüfuzunu itirdi. O məhkəməyə müraciət edə və qisas axtara bilərdi. Amma dedi ki, hamının qabağında, məbəddə Allah həqiqəti yaxşı bilir. Və ona görə də mən hər şeyi onun əlinə verirəm. Allah öz işini görəcək. Zamanlar keçdi, yəni illər keçdi və ona böhtan atanlar öz günahlarını məbəddə gəlib etiraf etdilər. Tövbə etdilər ki, biz şər atmışdıq o insanın üzərinə. Və maraqlıdır ki, yenidən o pastoru Allah bərpa etdi öz xidmətində. Və yenidən o öz xidmətinə başladı. Yəni, hər şey həyatımızda gərək verək onun əlinə. Yaxşılıq Allahın strategiyasıdır. Əgər düşmənin acdırsa, ona çörək ver. Əgər suzdursa, ona su içizdir. Romalılara 12:20. Bilirsiniz, onu Həvari Paul Süleymanın məsələlərindən götürüb. Süleymanın məsələləri 25-ci fəsil 21-22-də yazılıb. Düşmənin acdırsa, ona çörək ver. Yəni, yedizdir. Suzdursa, ona su ver. Çünki bunu edərək, sən onun başına köz tökərsən. Bunun əvəzini Rəbdən alarsan. Yəni, Rəbb səni mükafatlandıracaq. Sən bilmirsən ki, bu gün sənə pislik edən insan bəlkə sabahları sənin qabağında üzr istəyib və sabah o da səninlə birlikdə Məsihə izzətləndirəcək. Sən bilmirsən onu. Bəlkə məhz sənin həyatında olan problemlər vasitəsilə o insan imana gələcək. Bu davranış pisliyi təşviq etmək deyil. Yəni ki, hər şeyi ver Allahın əlinə, sən yaxşılıq etkinə, sən düşmənin suzdursa, içizdir, acdırsa, yemək ver. O demək deyil ki, yəni pisliyi təşviq edirsən. Bu pisliyin zəncirini qırmaq və düşmənin qəlbini yumşaltmaq üçün ruhani bir strategiyadır. O insan da o sənə də pislik edən. Bəlkə o da fikirləşəcək ki, ay mən bunu söyürəm, mən bunu döyürəm, mən buna pislik edirəm. Amma bu mənə cavab vermir. Niyə? Ya bunun, özür istəyirəm, deyəcək, başı çatmır, ya da bu nəsə var da bu ortalıqda, bu niyə görə mənə, mən ona pislik edirəm, o mənə yaxşılıq edir. O da insandır, bəlkə fikirləşib, düşünəcək o haqda və bəlkə sizin həyatınız vasitəsilə, sizin bu hərəkətlərinizlə o insan imana gələcək. Mübarizə zamanı bir imanlı çox çətin şəraitdə öz çörəyini və yardımlarını ona pis davrananlara verirdi. Bu baş verir 41-45-ci illərdə. Siz bilirsiniz ki, o zamanlar insanlar talonla gedib çörək alırdılar. Təsəvvür edin ki, imanlıya qarşı pislik edirlər. Amma o isə gedib talonla öz çörəyini alır, o qısıq çörəklərini. Gətirib o pislik edənlərə verir. Müharibədən sonra həmin adamlardan biri imana gəlir. Çünki onda əsl xeyir və mərhəmət görür. Yəni, oturub fikirləşir o insanda ki, niyə axı? Biz buna pislik edərək aclıqda yaşayırıq, müharibə dövrüdür. Amma o yenə də yaxşılıq etməyi bacarır. Gətirir, verir ki, eyb yoxdur, sən yeginə, qoy sənin qarnını doysun. Çünki o zaman çox balaca bir miqdarda çörəklər verilirdi talonla. Pisliyi yaxşılıqla məğlub et, əksinə yox. Qalatiyalara 6-cı fəsil 9-cu ayədə yazılıb. Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında
biçərik. Bilirsiniz, elə bir zamanlar gəlir həyatda ki, sən yaxşılıq edirsən, görürsən ki, insan başa düşmür. Sən yaxşılığı davam edirsən, görürsən ki, səni saymırlar. Sən yaxşılıq edirsən, amma sənə qarşı pislik edirlər. Və o zaman insan nə edir? Çox vaxt əlləri boşalır, deyir, daim mən yaxşılıq etməyəcəyəm. Qutardı. Kim mənə nə etsə, mən də onu edəcəyəm. Çünki elə bir pik nöqtəyə gəlir, çatır insan ki, artıq dözə bilmir. Kim mənə deyir, nə etsə, mən də onu edəcəyəm. Amma müqəddəs kitab deyir ki, yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik. Əgər biz pisliyə pisliklə cavab verəriksə, pislik o zaman bizi məğlub edəcək. Amma əgər biz lütflə cavab versək, ruhani döyüşdə o zaman qalib gəlirik. Hətta zahiri baxımdan bəlkə də bizə baxsınlar ki, biz zəifik. Bəlkə deyərlər ki, bu nə insandır? Bu heç özünü bir insan kimi saymır. Amma yazısı saxlayın. İsa Məsihi əks etdirmək çox çətindir bu həyatda. Əgər biz onun arxasından gedənləriyiksə, əgər biz onun balalarıyıqsa, şagirdləriyiksə, onu əks etdirmək istəyiriksə, çətinliyə hazır olmalıyıq. Həyat o demək deyil ki, yağla bal içində sən yaşayacaqsan. Çətinliklər, problemlər olacaq sənin həyatında. Amma o çətinliklərdən, problemlərdən çıxmaq üçün sənin gərək nəzərin Allahın üzərində olmalıdır. Beləliklə, Romalılara 12-ci fəsil 17-dən 21-ə dək sadəcə əxlaqi qaydalar toplusu deyil. Bu, İsa Məsihin dünyaya görünməsi üçün verilmiş bir çağırışdır. Bilirsiniz, 90-cı illərdə məktəb zamanı, məktəbdə oxuduğum vaxtı, yadıma gəlir ki, televizorda nə göstərilirdisə, gənclər onu davam edirdilər. Məsəl üçün, yadıma gəlir, Tarzanı göstərirdilər. Bizim məktəb dahi bu ulamaqdan, bu Tarzanın sesini çıxartmaqdan qutarmırdı. Baxırdılar, onun kimi olmaq istəyirdi. Ağaca çıxırdılar, ağacdan ağaca hoppanırdılar meymun kimi. Yəni, özlərinə bir nümunə götürmüşdülər. Ondan sonra çıxdı Rambo filmi. Cəmaat özü üçün, nə bilim, o şey düzəltdilər, yay düzəltdi, nə bilim, başladılar ox düzəltməyə, alınlarını bağlamağa, həqiqətən. Bilirsiniz, hər zaman baxıram, görürəm ki, insanlar özü üçün bir kumir axtarırlar ki, kiməsə bənzətsinlər özünü. Kiminsə arxasıyla getsinlər. Amma İsa Məsihin arxasıyla getmək həqiqətən də çox çətindir. Onu əks etdirmək həqiqətən də çox çətindir. Bizim sözümüz, danışığımız, fikirlərimiz, həyatımız onu əks etdirməlidir. Amma çox zaman biz çətinlik çəkirik. Niyə? Çünki bizim egomuz bunu qoymur. Çünki biz özümüzə güvənirik. Çünki biz çox vaxt deyirik ki, xeyr ola, o mənə elə dedi, o mənə belə rəftar etdi, mən niyə görə eləməliyəm? Amma sən özünü sındırmalısan. Çünki sən artıq İsa Məsihdə yeni bir məxluqsan, yeni bir insansan. Sən dəyişməlisən. İsa pisliyi çarmıqda qılınc vasitəsilə yox, sevgi ilə və itaətlə məğlub etdi. Bugün o bizə həmin yola gətirməyə çağırır. Və o deyir, qisas alma. Sülh axtar. Hökmü Allaha həvalə et və pisliyi yaxşılıqla məğlub et. Biz yaxşılığa cavab verdikdə insanlar bizi yox, İsa Məsihi görəcəklər. Amin.